roza budur, hemen aşura günü. Durdular, gedəndə hərə dəvələrin üstündən özün asıyır. Gördülər bir bazı qardaş axtarır, ay qardaş yanarlar. Ay qardaş öyrən yanarlar, gəldi durdu yol çıxır yerdə. Dedi Hüseyin, nənəm Zəhrabın ətri gəlir ay qardaş. Hüseyin dur mənə səs ver, mənəm Zeynəb. Hüseyin səs ver mənə, nə yara yandaş varızır. Hüseyin düşmənim kâna çadım, hələmdə bir baş varızır. Hüseyin bilməcidim Kərbəlada bir belə daş varızır. Bir söz məni o qədər yandırar, bax, qurban olub axan göz yaşı olur. Belə yazırlar, xanım Zeynəb əyri üzün qoydu kəsilən boğazı. Ay mənim qeyrətli qardaşlarım, bilmirəm bu söz sənə toxunacaq ya. Sizin qeyrətsə mən qurban olum. Gəldi üzün qoydu kəsilən boğazı. Elə yavaş yavaş dedi Hüseyin. Hüseyin dura mən fəzlə xəbər verir. Bacı Zeynəb şirinlə yola düşür ay qarşı. Səs ver mənə Hüseyin. Elə yana dedi Hüseyin. Hüseyin dura mən fəzləddinə. Bacısı Zeynəb şirinlə yola düşür ay qarşı. Hüseyin mən bura gəlmişim İzzətinə, gavhərinə. Hüseyin mən bura gəlmişim Əkbərinə, Qasımə. Hüseyin ixtiyarla gedirəm Şibran Cəfərlərinə. Hüseyin dur bacımı dua eylə, kəsilən əzlərinə. Dur bacımı dua eylə, o kəsilən əzlərinə. Ondan gəldi əvvəl fərz cənazəsinə. Ay bərəkəllah, ay maşallah, neyləmisən əvvəl fərz? Anamın əhsri gəlir, neyləmisən? Bax, o qədər məni yandırıb, Allah şahiddir, bu roza məni yandırıb. Bax, bilmirəm nə qədər cavan bala qoymusan qəbrə məzara. Bilmirəm kimin qardaşı ölür. Əgər bir cavan məxsusən şəhid öləndə mən görmüşəm. Bir cavan öləndə onun gözün bağlayanda bilirsən nə deyər? Deyər ey kaş mənim anam sağ olaydı, gözlərim bağlaydı. Qazi müharibədən sonra şəhidlərdən sonra qazilər yaralılar dedi ki, mən bir qardaş var idi, dedi mən 8 dənə şəhidin gözüm bağlamışım. 8'i de bunu deyim. Elədirdi anam sağ olaydı, coşaram burada olaydı, gözlərimi anam kapadı. Gözlərim gözlərimi anam bağlayaydı. Əməl fəzdə belaldı, atdan yıxılanlar. Elə hey dedi, umdur bənin hayanda sana. Ana gəl əməl fəzin qolları yoxdur, gəl oğlumun gözləri bağlana. Ne oldu? Gördü kulağına bir oğlu yönən ananın səsi gəldi. Dedi əməl fəz, gözün tutmadı. Dedi əməl fəz, heç mən sənə ummul bənindən az ağlamaram, mən sənə çox ağlayaram. Bilirsən mən kiməm? Dedi əməl fəz, mən qapıdan da qalan Fatiməyə aç gözünü. Açmadı. Dedi əməl fəz, mənəm Fatimə, açmadı. Dedi əməl fəz, mən günüzünü gecə dəfn olunan Fatiməyə aç gözünü. Yenə açmadı. Bilirsən Hasan Aşlı, buna ağla. Ay mənim qeyrətli qardaşım.
açmadı. Biri sen Hasan açtı. Elə yana yana dünyadan faz. Mən üzünə şillənəyən Fatihəyə sözümü. Əvəl faz. Mən üzünə şillənəyən Fatihəyə sözümü. Ondan gördülər əvvəldən gözlərini açdı. Ana Zəhra qurban olmaya. Ana Zəhra qurban olmaya. Dünyadan mən səndən istəyim var baba. Neçə ildir heç qardaş səsləmədim. Hüseynin nicarandı, Neyli bana, dedi Hüseyin'e kardeş sesle gelsin damıza. Onu yazınlar, yıkıldıysa kaya, yıkıldıysa kaya, baş yanarı kancarı. O seslenir ya ses, dağda ahırar canım. Sesi ya son ya can haraya harmasın ya can haraya harmasın can bize Kerbela'ya harmasın. Ne zaman oldu? Kerbela'ya kardeş, ay kahramana bandır. Şimdi benim gönlümden yatmayan evvel. Geldi evvel fazın cenazesine. O kadar alnından öptü. Dedi Hüseyin Can, niye bu kadar alnından öpsen kardeş? Alnından niye çok öpürsün? Dedi evvel. İlleti var diye öpürüm ben bu kadar alnından. Alamın esri gelir yâre dayan alnından. Alamın esri gelir yâre dayan alnından. Ses verdiler ya Hüseyin. Dedi əvvəl fəsil, gedək xeymələrə. Dedi yox, Hacıdan dedi, danışdı, qurban olum nəfəs üzrə. Dedi gedək xeymələrə, bu sözü bilmirəm, başa düşərsən. Dedi Hüseyin mən gəlmirəm. Dedi Hüseyin, əgər xeymələrə geçsən, demə, çox yara dəyimdir, bu cərahətdən öl. Yəni cərahət doğruyublar, demə doğruyublar. Nə deyim əvvəldən? Dedi Hüseyin, qəbrimin üstə yazar sözümü xəcalətdən ölüm. Rüqəyyədən qala xəcalətdi qalan canıma qurban. Dedi əvvəl fəz, eybi yox, getmirsən xeymələrə. Mutməin ol, bunu bil. Burada sən dəfn olacaqsan, adın ünvan olacaq. Ruh-mərudə yatacam mən, ürəyim qan olacaq. İki qardaşı aramızda bir xiyaban olacaq. Qurban olun əvvəl. Əvvəl fəz, o qədər alnından öpdü, o qədər yalvardı, getmədi xeymələrə. Roza uzundur, geldi xeymələrə. Bacı dedi, hanı əvvəl fəz? Orada bir bənd var, heç köhnənmir. Çox sevinən bir rozadır. Geldi xanım Zeynəb dedi, Hüseyin hanı ələmdə? Hanı mənim əvvəl fəzdir? Nə cavab verdi? Yıxılır Abbas'ın Yıkılır
gün səhər Kərbəladaydı. Bir neçə saat əvvəl Kərbəladaydı. Bilirəm burada nə qədər Kərbəlaya getmək istəyirlər bu il Ərbəylə. Qurban olun. Nə qədər getmək istəyirlər Ərbəylə sənə bir kilit verirlər. Bu duanı çox elə. Bilirsən nə dua elə? Seyid sağ ol ki onu yadıma salma. Bilirsən nə dua elə? Denən ağacan bir 2 gündən sonra sənə bir zəvvar gələcək. Bilirsiniz kim gələcək Kərbəlaya? Kim bilir? Seyyidəni gələcək sənə zəvvar olacaq. Bax, denən ağa 4 aydır Seyyidənin məclisində Hüseyn deyir ana. Denən ağa bu gün ondan gözəl zəvvarı yoxdur. Niyə? Çünki o zəvvar sənəti kəsşən olardı gəlir ağa. Ağacan bir parçalana Seyyid sənə zəvvar gəlir. Ağacan səni Allah verir bana Seyyidənin hörmətini. Ağacan bu il dəvət ilə bizdə gələk Ərbəyinə. Ağa səni Allah verir Seyyidənin hörmətini. Bilirsən niyə? Dinən ey Seyyidənin ağa. Ay Zəhra balası. Ağa da büyüdü neçə günlərdir. Tehrana, Oran, Məşədə, Kərbəlaya gedəcək. Cənazəni necə izzəti ilə aparır. Cənazəni görürlər, gül atırlar, gül. Amma deyirlər, ağa, sənin cəzrivana, sənin cənazəsinə oxlar atdılar. Ağacan xoşallar, sən şəhid oldun, nə qədər ağladın. Amma Hüseyin şəhid olanda ağlamağa qoymurdular. Ağacan səni necə izzəti ilə apardılar. Amma Hüseynin cənazəsi üstün qaldı qumlar üstündə. Aparıb dəfn eləyən olmurdu. Sonuncu rozan budur. Elə yerində sinə vurarsan, sonra davam eləyərik. Bir neçə gündən sonra, bir gün, 3 gün, bəlkə də bugün xanım Zeynəb buna yaxşı bulamaz. Əgər harda da yadıma düşsən, məni də yadla salarsan, dua edəsən. Bu söz yandırar adamı. Bu günlər idi, xanım Zeynəb girdi Yezidin sarayına. Başa düşürsünüz. Girdi saraya. Yezidə dedi, Yezidi rüsvay elədi. Yezid oradan bir nəfərə gözür ki, əmirdir. Dedi, qalx xanımın səsini kəs. Qalx ona deyilən sakit qalsın. Bir dəfə dedi, qalx. Dedi, ayından qalx o xanımı sustur. Qalx. Bir dəfə dedi, qalx. 2 dəfə dedi, qalx. Dedi, ayından o. Niyə qalxmırsan? Bax, dedi, ya Yezid, hey istirəm qalxa bilmirəm. Niyə? O neyzələrdən yaralı baş mənə baxır. Əməl fəzil baş mənə baxır. Mən qalxmaq istirəm, qalxam. Hey istirəm yerimdən duram. Əməl fəzil gözləri mənə baxır. Mən qalxa bilmirəm. Yəni deyirsən əməl fəz bacısın sustura bilməm. Canlar sənə fəda olsun, əməlməz, 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 dərdimizin davasıdır, əməlməz, ruhimizin qidasıdır, əməlməz. Özün nokər bildi Hüseyin. Ağaların ağasıdır. Əbəlfəz. İslam hacının sözünə bir dəyər verəm. Xilqətin aləmdə Həzrəti Əhməddir gözü. Buyurub bütün aləmə Peyğəmbər özü. Nə buyurub? Xilqətin aləmdə Həzrəti Əhməddir gözü. Buyurub bütün aləmə Peyğəmbər özü. Mən Hüseyndən və Hüseyn məndəndir. Mən Hüseyndən və Hüseyn məndəndir. Nəyimiz varsa Hüseyn səndəndir. Nəyimiz varsa Hüseyn mənə
sinə vuracaq, amma hamımızdan xahiş edirəm, bura tərpənsin. Mən bir söz deyəcəm, sən də 3 kəlmə deyərsən, Hüseyn, Hüseyn, Hüseyn. Seyyidəm